Kim özü özündən rəhimsiz olsa Allah ona rəhm eləyər. Kim özü ilə sərt hesab aparsa Allah onun qiyamətdə hesabını yüngülləşdirər. Qiyamət günü hədislərdə var, hesabı yüngül olan insanlar o insanlardır ki, özü ilə sərt hesab aparıblar. Özünə qarşı tələbkar ol, qiyaməti demirəm. Vallah, dünyada hiss edəcəksən ki, Allah səni nəsə tez bağışlayır, işləri tez səhmana salır. Görəndə ki, özün öz yaxonundan yapışmısan, Allah səni öz əlindən alır. Adamları ayırarlar, dava eləyəndə. Allah da səni öz əlindən alır. Deyir, eybi yoxdur, bağışladım. Özünə qarşı tələbkar olan insanların Allah işlərini səhmana salır və onlarla yüngül tutur, çətinə salmır onu. Və onu gündəlik həyatında hiss edəcəksən. Başla bu gündən bir ay, 40 gün, nə bilim, neçə ay ərzində bunu hiss edəcəksən. Özünə qarşı tələbkar olanda işin asanlaşır, amma başqalarına qarşı tələbkar olanda Allah da sənlə sərt davranır, çətin davranır. Bunu hiss eləyə bilərsiniz. Adam var, dostu bezdirir, arvadı bezdirir, uşağı bezdirir, hamını bezdirir. Oturur, söhbət xırdalayır, gəl görüm, niyə bunu belə elədin, niyə elə elədin? Hamını bezdirir. Dəqiq hesab, kitab, tələb, hamıdan tələbkardır. Çək-çevirə salmağı sevir. Allah da başlayır sənlə elə davranmağa. Oturmuşsan, dəqiq deyirsən, sən orada bu hərəkəti belə elədin, sən burada bu hərəkəti elə elədin. Hey qınıyırsan hamını, Allah da deyir, sən də orada bu hərəkəti belə elədin, orada o hərəkəti elə elədin. Səndən başlayır hesab kitab aparmağa. Sənə bu neymətləri vermişdim, necə sərf elədin? İlahi, axı sən rəhimlisən, ərhəmər rahiminsən, bağışla məni. Bəs sən niyə rəhm eləmirsən? Mən rəhimə ruhimə, kim rəhm eləsə rəhm olunar. Rəhm edənə rəhm olunar. Kiminsə üstünə qışqırdınsa, bil ki, Allah da üstüvə qışqıracaq. Amma Allahın üstüvə qışqırmağının səsi gəlmir. O başqa cür hiss olunur həyatda. 100 dənə giriftarçılıqla, düyünlərlə həyatda özünü göstərir.